Əziz möminlər, bəzi planlaşdırılmış qruplar şiə alimlərinə bəzi iftiralar atırlar şiənin alimlərin gözdən salmaq məqsədi ilə. Deyirlər ki, güya İmam Xümeyni rəhmətullah əleyh 3 yaşında qızı sıyğı eləyibdi. Belə bir söz danışırlar. Şər və böhtan dolu videonu izləyin və sonda bizim cavabımızı da dinləyin. Xümeyinizmdə yenə bayaq dedik, südəmər körpüyə, 3 aylıq südəmər körpüyə siyğə etmək olar risaləsi var ki, atasının izni olmaq şərti ilə. Və digər tərəfdə, yəni Xümeyninin ümumiyyətlə qadına, üzr istəyirəm, cinsi mənbə kimi baxması, bir oyuncaq kimi baxması bir xət kimi gedir. Özü, məsələn, Kərbəla ziyarətinə gedəndə Nəcəfdə İranlı olan, əslən İranlı olan qədim bir dostunun evində qonaq olur. Dostu xahiş edir ki, gecə bunun evində qalsın. Və deyir ki, Müsəvi İranın dini alimidir, Xümeyninin dostudur. Səfər zamanı onun yanında olub və deyir ki, biz oturduq, yemək yeyirdik, ev yiyəsinin 3 yaşında qızı gəldi yanımıza, ağa deyir, başını sığalladı, sonra atasına dedi ki, bunu bir gecəlik mənə siyğə verə bilərsənmi? O da verir. Yəni bu əsərdə yazılır, buna biz şər atmırıq ki. Hansı, sizin əsərdəmi? Yox, bu Musəvinin alimin, bu məşhur İran alimidir, Məşhəddə olur. Bunun Mən bu sualın cavabını bilirdim, amma bir daha sizin dilinizdən eşitmək istədim ki, mən oradan götürmüşəm faktı. Əsaslandığımız mənbələrin, yəni inandırıcı olması üçün, çünki deyirlər belə şey yoxdur. Belə şey yoxdur. Yox, bunu mən şərəfim var ki, özləri yazıblar. Seyyid Ruhullah Xomeyninin risalələrini mən də oxumuşam zamanında. Gördüyünüz bu qadın iddia eləyir ki, bu danışıqları, bu söhbətlərin elə şiələrin öz alimləri yazdığı əsərdən götürübdür, şər atmır. Cavab nədir? Həmən kitabın adı Lillah Sümməli Tarix adındadır. Həmən kitab şiənin ziddinə, şiənin əleyhinə yazılıbdır. O kitabı yazanın adı yalan bir addır və məchulul hüviyyə bir şəxsdir. İmam Xümeyni rəhmətullah əleyhin elə bir dostu olmayıbdı, qətiən olmayıbdı. Gedin tarixə baxın, internetdə baxın, hər yerdə axtarırsınız, axtarın. İmam Xümeyninin Seyyid Hüseyn Musəvi adında qətiən dostu olmayıbdı. Elə bir kitabı da heç bir şiə alimi yazmayıbdı. O kitab sünni və yaxud vəhabilərin tərəfindən yazılıbdı. Çünki həmən kitabın axırında, mən o kitabı oxumuşam, həmən kitabın axırında onu yazan adam özün sünnilicə meyilli bilir və vəhabi də deyirəm buna görə ki, Ərəbistan dövləti o kitabı pulsuz çap eləyir və Qətif rayonunun Əhsa şəhərlərinin orada pulsuz yayır şiə cavanların arasında. Əgər onun mənfəəti, xeyri olmasaydı Ərəbistan dövlətinə heç vaxtda o işləri görməzdi. Sual verirəm, nə üçün bəs şiənin başqa mötəbər kitabların Cəvahirül Kəlami, Əl-İstibsari, Təhzibul Əhkamı, Usulü Kafir niyə bunları çap eləyib, pulsuz çap eləyib və şiələrə vermir? Çünki onlarda bir xeyir bilmir. Ona görə də bu adam ki bunu yazıbdır, ya sünnidir ya da vəhabi ki şiənin əleyhinə yazıbdır bu kitabı. Ziddi şiədir. Bu kitabın rəddiyyəsi də verilibdir şiə tərəfindən Lillah, Sümmə, Lilhəqiqə ya Lillah və Lilhəqiqə adındadır ki, bu kitaba rəddiyə verilibdir. Və kitabın özündə də elə bir böhtanlar, elə bir sözlər yazılıbdır, şiəyə nisbət verilibdir ki, şiənin kitablarının heç birisində yoxdur. Qətiyyən yoxdur. Həmçinin tənaqüzlə, ziddiyyətlə dolu bir sözlər, mövzular orada kitabın içində danışılır. Mən bu kitabı deyirəm, oxumuşam və bunları deyirəm sizlərə. Gedin özünüz də baxın, adını da dedim kitabın, onun rəddiyyəsini də dedim. Hər iki kitabı da oxuyun. Əzizlər, bu kitabdakı İmam Xümeyniyə elə bir nisbət verilir, elə bir çirkin sözü nisbət verirlər. İmam Xümeyni rəhmətullah əleyhin qətiən belə bir şey olmayıbdı. Yəni, bunu yazan adam əvvəla şiə alimlərinə orada ihanət eləyibdi, mürtədd insanları gətirib orada təclil eləyib, onlardan tərif eləyibdi. Halbuki o insanlar İslam peyğəmbərinə ihanətlər eləyibdi. Elə bir insanlar gətirib orada tərifləyir. Ondan əlavə, bu kitabın ki, müəllifi heç bəlli deyil kimdir, belə bir sözü məlumdur ki, İmam Xümeyni nisbət verəndə məlumdur, bu cəhl olunmuş sözdür. Bilinir ki, bu yalan sözdür. Ondan əlavə, əzizlər, Saddam Hüseyn İraqın prezidenti və həmçinin Məhəmməd Rza Pəhləvi İranın şahı o zaman zərrə qədər səhv axtarırdılar İmam Xümeynidən. Əgər onlar belə bir sözü bilsəydilər İmam Xümeyni barəsində, yəqin bilin ki, onlar o zaman bu söhbətin hamısını salardı cəmaatın arasına. Çünki nə qədər böhtanlar atmışdılar İmam Xümeyniyə o zaman. Amma belə bir sözü heç vaxtdan nisbət verməyiblər İmam Xümeyniyə. Belə bir şey yoxdur. Bu qadının da deyir ki, yalanı buradan bəllidir ki, deyir 3 yaşında o əsərdə yazıbdır ki, 3 yaşında qızı belə siyğə edibdir. Görün bu insan, yəni təhrifi də təhrif eləyir bu adam. Yəni cəl olunmuş sözləri də cəl eləyir bu şeytan sifət adam. Orada yazılıbdır 4 ya 5 yaşında, bu da biraz endirir aşağı 3 eləyir. Halbuki elə hamısı qələtdir, hamısı yanlışdır. Nə 4 vardı, nə 5 vardı, nə 3 vardı. Qətiən belə bir şey yoxdur. İmam Xümeynidən belə bir şey olmayıbdı və hədəf də budur ki, şiələri şiəlikdən irgətsinlər, şiələrin, alimlərin, şiələrin gözündən salsınlar. Hədəfləri budur.
Amma həmd olsun Allaha ki, bu Şiənin düşmənləri danışdıqca öz savadsızlıqlarını və öz axmaqlıqlarını göstərirlər. Bu insanların hamısı belədir və Şiənin əleyhinə nə qədər çalışsalar da özləri batacaqlar irə. Və sonda da deyim sizlərə, çoxlu sünnilərin, vəhabilərin tərəfindən belə bir şübhə yayılıbdır ki, bəli, İmam Xomeyni balaca uşaqla evlənməyi caiz bilir və deyir ki, onlardan ləzzətlər aparmaq olar. İnşallah gələn videoda da bu şübhəyə, bu yalana, böhtana cavab verəcəm inşallah.